Hər kəsə salam. Bugünkü videomuzun qonağı Asus ROG Strix oyun notebookudur. Büdcəli bir oyun notebookudur. Üzərində yəqin ki RTX seriyası olar. Bu laptop başqa bir usta demirəm, bildiyiniz, yəni bir nə demək olar? Sadəcə bu işin əhli olmayan, bu işlə yaxından uzaqdan əlaqəsi olmayan bir ruslarda bir söz var, kolxoz. Biraz xoş mənada istifadə etmirlər onu. Həqiqətən bu bildiyimiz bir kolxoz işidir. Bu laptop bir iş bacarılmayana verilib. Təəssüf ki. Çünki mən açığı xoşlamıram müasir elektronikada belə çobud bir iş görməyə. Gövdəsində qopma olub. Hansı ki bu gövdə bərpasını daha səliqəli forma etmək olar. Belə, baxın, gövdənin təmiri bu formada edib. Bildiyin super kleydir. Qatı super kleydir bu. Yapon yapışdırıcı dediyimiz. Bu da digər tərəfi. Yəni müştəri verib ki, bunun bu gövdəsini təmir edə. Təbii ki, müştəridə də günah görürəm, araşdırmadan, etmədən. Məsələn, mənə gəlməsi deyil. Bu onsuz ki, başqa bir şəhərdən mənə göndərilib. Ancaq yenə də işi əhlinə vermək gərək. Soyutma sistemini termal pasta bildiyimiz keyfiyyətsiz termal pasta, sulu və ən axmaq yöntəmlərdən biri VRAM üzərinə termal pasta sürtülməsi. Məlum məsələdir ki, bu adam heç VRAM nədir bilmir. Sadəcə pasta düşünüb deyə əlavə edib. Allahdan buradakı termal puttiyə, yəni bildiyimiz qatı termal pədə müdaxilə etməyib. Normalda bildiyiniz kimi yeni nəsillərdə hər zaman qeyd edirəm. Pəd deyil də artıq maye pəddən istifadə edirlər. Bu daha uzun ömürlüdür və soyutmasında çox böyük rol oynayır. Anakartımız təmizlənməlidir təbii ki. Bu da VRAM bölgəsi. Tamam, CPU-ya bir şey demirəm, ancaq bildiyin çox eybəcər, səliqəsiz bir iş. Bura qədər hər şey okey. Əsas məsələ müştəri hər hansı bir X şəxsə təhvil verir ki, bunun gövdələri təmir olsun və anakart start almır. Bu çox yayılmış bir problemdir. Həm istifadəçi, həm də bir çox istər uzun müddətli işləyən servislər olsun. Çünki uzun müddətli işləyən bir servisin peşəkar olma olduğu mənasına gəlmir. Peşəkar tam başqa bir şeydir. Peşəkar bunun elektronikasını çox mükəmməl şəkildə bilən birinə peşəkar deyirəm mən. Və anakart qısa qapanmadadır. 19 xəttində qısa qapanma var. Bunu kənara alın. Bu anakart təmiz olmadığına görə bu yastıqdan istifadə edirəm. Çünki mən təmizliyə çox diqqət edirəm. Normalda bu vəziyyətdə diaqnostika etmirəm. Şiş bir diaqnostika edim. Müqavimət rejimini alırıq. Görünür mü? Görünür. Multimetrimizin ekranı. DC jack bu bölgədədir. DC jack'in yanında 2 ədəd ardıcıl qoşulmuş giriş MOSFET-ləri, TVS diod, giriş qoruma dövrəsi, çıxışda artıq burada itir. Daha sonra təbii ki biraz daha peşəkar olduğumuz müddətdə şunt müqaviməti daha rahat görə bilərik. Girişdə bu hissədə bir böyük ölçüdə bir şunt müqavimət var. Şunt müqavimətin fərq etməz hansı hissəsini ölçə bilərik. Müqavimət dəyərimiz 0.3 ohm. Probumuzun müqavimət dəyəri 0.3 ohm. Bu tam qısa qapanmadır. Çünki prob müqavimətimizlə çıxış müqavimətimizi, daha doğrusu şunt müqavimətimizi ölçdüyümüzdə çıxan dəyərlərə çıxırıq və alınan 0 dəyəri tam qısa qapanmadadır. Ümumiyyətlə, bu tip qısa qapanma yöntəmləri ilə bağlı da mənim bir neçə videomda izah vermişəm. Deməli, bu
çox ehtimal ki, RAM bölgəsi ilə əlaqəlidir. Baxaq. Bu 19 xətlidir, bir dəqiqə. Və buradakı induktorumuzda baxaq. Burada ohm cinsindəndir, normal qaydadadır. Daha sonra standby dövrəsi böyük ehtimal budur. Bu 5 olmalıdır, bu 3.3 olmalıdır. Tamam, bu çıxışını ölçsək yarayır. Yaxşıdır, burada yüksək bir dəyər var, normaldır. 5 fazına oxşayır, bu dediyim kimi normaldır. Çünki əlimdə sxemi NGL Quanta bu arada platformadır. BoardView olacaq, sxemi olmasına inanmıram. NGLF. Batarya yenə də hər ehtimala qarşı ölçək. Çünki ana xəttədir qısa qapanma. İdeal dəyərdir. Bu nəyə xidmət edir? Bilmirəm, bəlkə 1.8 də ola bilər. Dediyim kimi bu sxemə baxmadan normalda, üzr istəyirəm, buradan ölçməyim lazımdır. Onsuz da bura tam quranda bağlı olduğu üçün yenə eyni dəyəri görəcəyəm. VRAM dövrəsi. VRAM dövrəsi ohm cinsindən olur. Normalda 70 ohm, yaxşıdır. GPU 0-a daha çox yaxın olur. CPU-ya baxın. Normalda deməli 1, 2, 3 ədəd, 4 ədəd. 4 faz core. Bir fazda fərq olmalıdır. Tamam, normaldır. VCC AUX və yaxud da VCC GT istifadə edə bilərlər. Deməli, buradan 1, 2. Tamam, deməli 1, 2, 3, 4, 5, 6, 7 faz CPU dövrəsinə bağlıdır. 1, 2, 3, 4, 5, 6, 7 də bura bağlıdır. Bunlar onsuz da çıxışları paralel olur. Dəyərimiz niyə göstərmir? Aha, tamam. Normaldır. CPU fazı ilə bağlı bir problem yoxdur. Yaxşı yoxdur. CPU öyle olsaydı, onsuz bunların CPU-ları həddindən artıq bahalı olur. Tamam. Rahat ölçmək olmur burada. Yaxşı. Deməli, bura qədər sağlam. İndi isə GPU 1, 2, 3, 4, 5, 6. Öyle değil mi? Burada DR MOS'tan istifadə edirlər. CPU dövrəsində alt üst MOSFET-lərimiz. Burada isə alt üst MOSFET-lərimiz DR MOS-unda. Yəni həm driver, həm də MOSFET-in daxilindədir. Sadəcə burada bir nöqtəni ölçdüyümdə kifayət edir. Çıxışda tantalum kondensator 0.06. Deməli 0.6-dırsa 0.03-də probumdur. 0.3 ohm. Açığı şübhəlidir, ancaq yenə də aşağı dəyərdə olur normalda. Ancaq şübhəli sayılır bu. Şübhəli sayılır. Bu halda DR MOS-larımızda problem olma ehtimalı var. Bunu təbii ki, mən driver MOSFET-ləri çıxarıb kənarda yoxlamağıma ehtiyac yoxdur. Driver MOSFET-lə bağlı Udemy-də dərsim var. Ona görə də o prosesə değinmirəm. Çünki geniş bir məlumat da orada yöntəmi ilə məntiqini izah etmişəm. Edəcəyim proses nə olacaq? Deməli, əsas ana girişə və ana girişdən buraya hər iki nöqtəyə gərginlik tətbiq edirəm. Təbii ki, çıxan termal kameramızı görüntüdə driver MOSFET-imizi təyin edə bilərəm. Yaxşı, bu yöntəmi istifadə edərəm. Təbii ki, bu anakart təmizlənməlidir. Mikroskop altında 19 ana xəttinə bağlı SMD kondensatorlarımız var və əlavə olaraq da 2 ədəd tantalum kondensatoru var. Tantalumda fizik olaraq ümumiyyətlə qısa qapanmada olduğu zaman tantalum kondensatorlar fizik olaraq hər hansı bir qüsur görməyə olmaz. Yəni daha doğrusu üzərinə baxdığınız zaman sağlamdırsa, o demək deyil ki, tantalum kondensatorlar sağlamdır. Ancaq SMD kondensatorlar da biraz fərqlidir. Normalda onların üzərində çat və yaxud da mikroçat olur. Mikroçatı da mikroskopun köməyi ilə
bunu təyin etmək olar. Təbii ki, driver MOSFET-lərə də baxıb təyin etmək olur. Bununla bağlı da deyəsən bir videom var idi. Oksidləmə olmuşdu. Hansı ki, maye pəddən qaynaqlı. Ancaq bu laptop servisə verilən, servis deməyim də hər hansı bir şəxsə, yəni bildiyin bunun üstündə məşq edən birinə o zaman işlək vəziyyətdə olub notebook və bu arada yəni ilkin baxışda baxdığım zaman deməli hardaydı? Bu bizim LED FFC konnektorumuz var və bunun bu hissədə də fizik hissədə alıb bilmirəm göründü yoxsa yox, görünür sadəcə işarələyim. Baxın burada fiziki hissədə var. Bilmirəm bunun yerində hər hansı bir komponent yoxdur. Yenə də mikroskop altında baxacağam. Kondensatorlarda analiz etməyim lazımdır. Təbii ki, müştəri ilkin olaraq bir qiymət təklif edəcəm. Qiymət razı olarsa bu təmir prosesi davam edəcək. Normalda təbii ki, bu bahalı kompüterlərin təmiri daha məqsəd uyğundur. Çünki anakart dəyişmək həddindən artıq bahalı bir prosesdir. Edəcəyim proses ilkin olaraq bu anakart ideal şəkildə təmizlənməlidir. Daha sonra ölçümlər edəcəyəm və əsasən dediyim kimi bu GPU-dan şübhələnirəm. GPU dövrəsindən maraqlıdır. Yəni bu prosesdə GPU niyə sıradan çıxa bilər? O ehtimal ola bilər ki, gövdələrin bərpası zamanı hər hansı pinset təması və ya da statik elektrik qaynaqlı, amma biraz statik elektrikdən qaynaqlandığını çox şübhələnmirəm. Nəyə görə? Çünki 19 ana xəttinə statik elektriklə elə də ciddi bir zərər verə bilmərik. Normalda daha həssas dövrələrdə statik elektrikin təsiri olur. Çünki 19 ana kanalı yüksək bir gərginlikdir və bizim bədənimizdə olan statik elektrik 19 ana xəttinə birbaşa, yəni hər hansı bir misal əlimizi təmas etdiyi zaman bir qısa qapanma olmaz. Çünki oradakı gərginlik yüksəkdir bədənimizin statik elektriki ilə müqayisədə. Anakart ideal şəkildə təmizləndi. Əvvəlki görünüşündən əsər əlamət yoxdur. Tam səliqəli formada təmizlənib. Çox vaxtım aldı açığı. Ortalama bir 40 dəqiqəyə yaxın bunun anakartın təmizliyi ilə məşğul olmuşam. Həm maye pasta, daha doğrusu maye pad və standart termal pasta ilə qatışdığına görə altına da sızma olmuşdu və təbii ki bunu kompresorun köməyi ilə yüksək hava tətbiq edərək çıxartmağa çalışdım. Demək olar ki, əksəriyyəti tam təmizlənib. Oradan görünməz. Buradan görünə bilər. Foxlos əgər. Yəni, tam səliqəli formada təmizlənib. Həmçinin də bu bölgədə, hansı ki burada maye pad olur. Mənim şübhələndiyim bölgə GPU bölgəsidir. Sadəcə burada pis tərəf odur ki, GPU normalda aşağı dəyərə sahib bir komponent olur. CPU-ya nəzərən ölçdüyümüzdə 0.5 ohm. Probumun dəyəri 0.2, 0.3 düşür. Ana şunt müqamətimizin dəyəri 0.3, 0.2 çox aşağı dəyərdə. Əslində normalda 0.6 falan olur bu çiplər üçün. Kameramızı çevirək mikroskopa. Deməli, bizim şübhəli dövrəmiz bu hissədir, GPU dövrəsi. Və burada bizim bir 6 ədəd, elə deyilmi? 6 ədəd driver MOSFET MPS firmasına məxsusdur və MPS VRM kontroller və bu MPS də təbii ki proqramlana bilən bir kontrollerdir, VRM kontrollerdir. Təbii ki edəcəyimiz proses dediyim kimi bununla bağlı Udemy'də maraqlı bir dərsim var. Eyni səhv etmirəmsə orada da Asus'un üzərində tətbiq edirəm. Orada da GPU dövrəsi problemli idi. Səhv etmirəmsə elə yadımda qalıb. Biz nə edəcəyik? Əslində faz və şunt müqamətdən tərs bir yöntəmlə gərginlik tətbiq edəcəyik və baxım görün buradan driver MOSFET-lərimizdən hansı şübhəli görünür. Çünki GPU da çox aşağı dəyərdədir. Ona görə
Yəni bu tip ölçümlərdə çox diqqətli olmaq lazımdır, düzgün komponenti tapmaq lazımdır. Yəni istədiyimiz ağlımıza gələn bir bölgələrə yəni gərginlik vermək olmaz. Deməli, mən gərginlik tətbiq etdim. Təbii ki, burada gərginliyimizi çox yüksək də vermək olmaz. GPU riski ilə bağlı, yəni GPU-nun da biz belə deyim, hər hansı bir qısa qapanma tapırıqsa, bu çiplərlə bağlı bir dövrədədirsə, ona görə də voltajla nizamladığımız zaman, yəni istəyimizə görə deyil, GPU dövrəsinə uyğun. Yəni 1, 1.2, 1.5, maksimum anlıq olaraq 2, 2.2, 2.5 kimi bir gərginlik normalda tətbiq edirəm. Düzdür, elə də riski yoxdur, çünki birbaşa bu dediyim yöntəmlə birbaşa GPU fazına heç bir təsir etməz. Ancaq fərqli bir mənzərə ilə qarşılaşdım. Yəni çox da tamam. Mikroskopumuzu çevirək. Çox da üstündə belə deyim, dayanmağa ehtiyac olmadı. Yəni driver MOSFET-lərlə bağlı çox da müdaxilə olmadı və bizim şübhəli komponentimiz görünürmü? Görünür və burada artıq mikroçat var bu arada və bizim kondensatorumuz qısa qapanmadadır. Yaxşı oldu, elə driver MOSFET-lərlə bağlı bir problem yaşanmadı. Edəcəyim proses təbii ki, buradakı kondensatorumuzu anakartdan ayıraq. Ancaq bura mən hot air tətbiq etmirəm. Normalda deməli hansı idi? Üzərinə işarə. Tamam. Tantalum kondensatorum. Bu arada bu tantalum kondensatorlarda buradakı SMD kondensatorlarla demək olar ki, paralel şəkildə bağlanılıb. Yəni əsas driver MOSFET-in ana girişindədir. Şübhəli komponentimiz budur. Üzərinə bir işarə əlavə edim, qatışıqlıq olmasın. Tamam, bu bizim nasaz kondensatorumuz və bunu, çünki burada tantalum kondensator olduğuna görə mən bura istilik tətbiq etməyəcəyəm. Tamam, digər lehimləyici ilə, daha doğrusu lehimləyici ilə digər dediyim, baxın budur. Bu daha rahat. Burada bu proses etməyimə kömək olacaq. Kondensatorumuzu anakartdan ayırdıq. İndi isə burada bizim şunt müqavimətlərimiz də var. Bu əsas driver MOSFET-in ana girişinə də bağlayıblar. Bu yaxşı halda əslində qoruma məqsədlidir. Həm də keçən cərəyanı da burada hesablayır ki, yüksək cərəyanda bu müqavimətlər burada əsas ana girişdə önəmli bir rol oynayır. Multimetrimiz müqavimət rejimindədir. Baxaq, artıq yüksək bir dəyərdir. Digər əsas ana şunt müqavimətimizə də baxaq. Şunt müqavimətimiz və bunun da dəyəri ideal olması tamam. Artıq burada daha yüksək bir dəyərdir. Anakartın board.v faylı var idi. Bunu da biraz çətinliklə tapdım. Hansı ki bizim burada nasıl olan komponentimiz deməli 10 mikrofarad 25 voltajlıq bir kondensatorumuzdur. Bu bizim deməli az öncə baxdığımız baxın 0.10'luq 1 vatlıq bir müqavimətimiz və şunt müqavimətimiz də burada yer alırdı. Əslində maraqlıdır. Burada nəyə görə dəyərdə fərq oldu? Bir daha ölçürəm.
Hə, tamam, düzəldi. Az öncə kilo muydu? Mən də maraqlıydı. Düşünürdüm ki, burada bir fərqli bir komponent var. Ona görə burada biraz dəyər düşümü. Bura birbaşa bizim ana voltaja bağlı şünt müqamətə, driver MOSFET-in əsas ana girişi elə birbaşa çıxış MOSFET-lərindən daha sonra olan şünt müqamətimizə bağlıdır. İndi isə təbii ki, edəcəyimiz proses anakarta ilkin olaraq bir start verməyimiz lazımdır. Bunlar belə deyim də biraz güclü qida bloku tələb edən bir anakartlardır. Normalda yəni bunu standart 5 amperlik qida blokuna bağlamaq olmaz. Çünki qida bloku da onsuz da özünü qoruma rejimini alacaq və hətta ani bir qısa qapanma da reaksiyası verə bilər. İlk öncə buradakı telləri ayırım. Bu arada nasaz olan kondensatorumuzu da yeniləməyim lazımdır. Yəni o halda boş buraxmıram. Çünki onlar çox önəmli kondensatorlardır. Yəni bəlkə də sizə bəsit gələ bilər, ancaq onlar əsas ana filtr rolunu oynayırlar. Və mütləq şəkildə yerinə lehimlənməsi lazımdır. Boş buraxmaq olmaz. Yəni bu tip kondensatorlar istər fazın çıxışında, istər fazdan öncə və yaxud da MOSFET-in üst MOSFET-lərin üzərində, yəni girişlərində olsa belə, bunlar çox aşağı bir parazitləri belə bastırmaq üçün, yəni dalğalanma olmaması üçün mütləq şəkildə hər zaman 2 ədəd kondensatordan, paralel şəkildə kondensatordan istifadə edirlər. Qida blokuna ilkin olaraq bir 5 amperlik qida blokuna bağlayacağım. Daha sonra ehtiyacı olarsa 10 amperə bağlayaram. Çünki hal-hazırda edəcəyim proses mənim sadəcə diaqnostika məqsədlidir. Qida blokunu, bu arada buna konnektor, çevirici adapter lazımdır. Bağlanıq. Hər hansı bir qısa qapanma göstərmir. Yaxşı aldı və baxaq görək MOSFET-lər açılırmı? Standby-da ümumiyyətlə 0.00 o dediyim kimi də normaldır. Bəzi oyun laptoplarında bizim bu Corad elə də yaxşı nəticə vermir. Başıma çox gəlib. Şunt müqamət. Tamam, MOSFET-imiz tam açılmayıb. Nə əcəb, açılmayıb. Hə, tamam. Aha, standby-da normal qaydasına, burada boşluq var idi ona görə. Normalda MOSFET-lərimizin açılması lazım idi. Hal-hazırda 20 voltajımız var. Giriş MOSFET-lərimizə baxaq. 26 voltaj normaldır. Bu VGS dəyərinə görə düzgün sayılır. 26 voltaj. Bunlar N kanallı MOSFET-lərdir. Daha sonra burada baxaq. Hansı ki, bura qədər. Bəli, 20 voltajımız da var. Burada qaydasındadır. İndi isə edəcəyim proses. RAM-i bağlayaq. USB testerimizi bağlamağa yer varmı? Hə, bir ədəd var. Çünki yeni nəsillərdə artıq demək olar ki, USB portu 1-2 və yazəndə bir dənə əlavə edirlər. Type-C-yə daha çox üstünlük verilir. Belə, indi isə edəcəyim proses RAM bağlansın. Daha sonra şiş soyutma sistemi fanlarımız və ondan sonra anakartda start verəcəyim. Anakarta start verməyim üçün deməli burada klaviatura konnektoru və burada bizim switchimiz var. Bu böyük ehtimal elə bizim start button düyməsidir. Klaviatura konnektoru və klaviatura konnektordan power switch. Deməli, oranda bağladım. Daha sonra, burada artıq siqnal adı dəyişildi. Burada açın switch. Və bu switch haradaydı? Aha, tamam, burada. Baxın, bu yaxşı halda əslində diaqnostika üçün çox işimizə yarayır. Belə prosesə davam edək. RAM-imizi bağlayaq. Elə o qida blokuyla da, ya da öz adapterıyla da yaxşı. Coradla bağlayacağım. Qorumaları aktiv edirəm. Coradda
Qoruma mütləq aktiv edilməlidir. Yəni ki, bilirsiniz bu qoruma dediyim. Hansı ki, burada OVP, OCP, yəni anlıq hər hansı bir problem olarsa, qida bloku gərginliyi kəsir ki, anakarta hər hansı bir qısa qapanma baş verməsin. Mütləq şəkildə OVP, OCP-ni hər zaman aktiv edin. Normalda mən diaqnostikaların tamamında qida blokundan bunu aktiv edirəm. Belə, indi isə dediyim kimi balayı bir test edək anakartımızı. Qida blokunu aktiv edək. Hal-hazırda standby rejimdədir. Bu arada standby rejim oynayır. Bəlkə də qida blokuna görədir, bilmirəm. Ancaq bu yeni nəsillərdə bəzilərində görmüşəm. Nəysə, önəmli deyil. Power button gərginliyimiz 3.3. Bu arada USB tester bağlıdır mı? Hə, bağlıdır. Sadəcə yaxşı biraz kameranı arxaya edim. Aha, baxın burada ledimiz də bilinəcək. Anakarta start verək. Anakart start aldı. Fan fırlanır. USB testerimiz işlədi. 2.2 amper 1.9 2 amper kimi çəkməsi lazımdır normalda. Və əlan. Anakartımız arxa planda işləyir. Qida blokunu ayıraq çünki GPU da isinməyə başladı. Normalda CPU, belə deyim də, ilk əsas ana yük CPU-ya düşdüyünə görə CPU daha çox isinir. Edəcəyim proses artıq paneli bağlayım. Çünki laptopun gövdəsi də bərpa olunmalıdır. Normalda mən gövdə bərpaları ilə məşğul olmuram. Sadəcə belə deyim də, təmiri tam yekunlaşdırmaq üçün bu proses edirəm. Ancaq normalda bu işi görmürəm mən. Həm vaxt baxımından, həm də çox incə bir işdir, çox zaman alır. Yəni təmir etsən, yəni bir ümumi laptopun hər hansı bir hissəsi qırılırsa, onu səliqəli formada bərpa edirsənsə, zaman baxımından 2 ədəd anakart təmir eləmək olar normalda. Bu qədər. İndi isə paneli bağlayım. Daha sonra yenidən bir baxaq görə görüntümüz varmı? Anakart start aldı. Görüntümüz görək varmı? Hə, tamam. Görüntümüz varmı? Görünürmü? Ha, tamam, baxın görünür. Bu da birbaşa BIOS menü keçid edir. Bu arada tez qida blokunu ayırım. Çünki soyutma sistemi yoxdur. Əla, qaydasında bura qədər də yaxşıdır. Mən burada kondensatorumu lehmləyəcəyəm. Çünki bu tip işlərdə bilmirsən, yəni panel də nasaz çıxa bilər. Bu həqiqətən çox əsəb edici bir proses olar. Nəyə görə? Çünki bir neçə də başıma gəlib. Anakart təmir olunur, paneldə görüntü yoxdur və bunlar da bildiyim qədərilə 165 Hz-li burada qeyd edilməyib. 165 ya da 144 Hz olur. Əlavə bir iş çıxır, həm qiymət baxımından, həm müştəri ziyana gedir. Ona görə bu ekran məsələlərində bu yeni nəsillər çox həssasdır panelləri. Şiş bir yanlış müdaxilə səbəbli panel sıradan çıxır. Laptopun gövdəsini də bərpa edim. Daha sonra tam toplayım laptopumuzu. Ondan sonra son nəticəni paylaşacağam. Gövdəmizin də bərpası ideal şəkildə oldu. Maya pədlərimiz rəm üzərində, termal pastamız da vuruldu və daha sonra bir şey kəşf etdim. Baxın, buradakı açıq olan kondensatorları bilmirəm. Öncəki soyutma sistemində burada izolyasiya olub yoxsa yox. Əslində bu tam bağlandığında burada riskli bir, bu arada burada hər hansı bir yanıq izi falan yoxdur qısa qapanmaya dair. Ancaq bir ehtimal var. Soyutma sistemini səliqəli şəkildə, tamam. Və burada maraqlı bir əmma var. Bu əmma nədir? Baxın, bu soyutma sistemi, bu mis borunun alt hissəsində izolyasiya yoxdur. Və bəlkə də bu dediyim
yəni kiməsə aparıb veriblər bu laptopu, öncədən də qeyd etdim. Bəlkə də batarya üzərində soyutma sistemini çıxararkən və yaxud da taxarkən kondensatorların üzərinə təmas edə bilər. Çünki bu ana şunt müqavimət, hansı ki bu driver MOSFET-lərimizin üst əsas, belə deyim də, üst MOSFET-lərimizi və əsas ana qidalandırıcı voltaj olaraq göndərilir. Bu birbaşa giriş şunt müqavimətinə bağlıdır. Yəni əsas qida blokundan birbaşa 19 volt daxil olur. Adapter qoşulu olmasa belə bataryadan bura gərginlik gəlir və bu təmas edə bilər. Mən də bunun üzərinə artıq izolyasiya etmişəm. Həm bura, həm də buradakı kondensatorlarda izolyasiya etdim ki, hər hansı bir ekstremal bir vəziyyətdə yenə də burada ciddi bir qısa qapanma olmasın. Notebook'umuzun təmiri yekunlaşdı. Sistem üzərindən də driver bölməsində göstərim. Hər bir şey qaydasındadır bu arada. Deməli, CPU-muzun modeli i5 12-ci nəsil 4 GB-lıq bir 3050-dir səhv eləmirəmsə. Büdcəli modeldəsində bunlar. Burada düzdür system firmware var. Bu elə ehtimal ki, BIOS ilə əlaqəli bir güncəlləmədir. Deməli, video qrafik qaydasındadır. Hər hansı xəta yoxdur, çünki qısa qapanma GPU dövrəsi ilə bağlı idi. 3050 Ti laptop ekran kartıdır. Bu modellər ümumiyyətlə büdcəli sayılır. Bu qədər. Mən düşünürdüm ki, anakarta DRMOS-la bağlı bir problem olar, ancaq yox, fərqli bir şey çıxdı. Böyük ehtimal ki, o soyutma sistemi ilə, yəni nəsə bir şey olub, yəni bu ehtiyatsızlıq ucubatından baş verib, çünki müştəri laptopu normal şəkil, yəni işləh vəziyyətdə sadəcə gövdəsində vint yuvaları qırıldığına görə vermişdim. Bu qədər. Növbəti videomuzda görüşərik. Sağ olun.